إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم فمن يطع الله ورسوله فقد فاز فوزا عظيما أما بعد فإن أصدق الحديث كلام الله وخير الهدي هدي محمد صلى الله عليه وسلم وشر الأمور محدثاتها كل محدثة بدعة كل بدعة ضلالة وكل ضلالة في النار. Əziz dəyərli qardaşlarım, əvvəlcə öz nəfsimə, sonra da sizlərə Allahdan qorxmağı və müttəqilərdən olmağı nəsihət edirəm. Şübhəsiz ki, Allah qatında ən dəyərli olanınız Allahdan ən çox qorxanınızdır. Ramazanın son cüməsində bu xeyirli ayın sonuna yaxınlaşmışkən nəfsimizi hesaba çəkməyimiz, qazandıqlarımıza və itirdiklərimizə bir nəzər salmağımız Rəbbimizlə olan ticarətimiz baxımından faydalı olacaq. Necə ki, dünyalıq ticarətlərinizdə ayın sonunda hesab kitab edirsiniz, qazandıqlarınızı və ziyanınızı hesab edirsiniz, elə isə ey müsəlman, bu aylardan nələr qazandın və bu ayda nələr itirdin öz nəfsinə bir sual ver. Həm öz yerimə, həm də sizlərin yerinə bir neçə sualı mən verəcəm və sizlər də bu barədə düşünün. Ey tövhid əhli qardaşım, bu ayın sənin həyatında oruç tutmaqdan başqa digər aylardan nə fərqi oldu? Dilini boş sözlərdən, qeybətdən qoruya bildinmi? Gözünü harama baxmaqdan, qulaqlarını haram olanı dinləməkdən qoruya bildinmi? Gecəsində və gündüzündə şükr edən, istiğfar edən bir qul ola bildinmi səncə? Ey əxlaqı Quran olan Rasulun qardaşı, bu aydan əvvəl Quran oxumağı bacarmayan müsəlman, bir ay ərzində 28 hərfi öyrəndinmi Allah üçün? Ey Quranı oxumağa Allahın müvəffəq etdiyi qardaşım, heç olmasa bir dəfə xətm etdinmi və oturub ayətlərin üzərində tədəbbür etdinmi? Etdiksə bunları və ya ən azından etməyə çalışdıqsa müvəffəq edən Allaha həmd olsun. Və etmədiksə əgər dəyərli qardaşlarım, bu ayın da digər aylardan bir fərqi olmadıqsa həyatımızda sizə bir hədisi xatırladacağım. Ramazana çatıb da günahları bağışlanmadan çıxanın burnu sürtünsün. Və bu bədduanı edən Allahın mötəbər mələklərindən Cəbrail aleyhissalam və bu duaya əmin deyən də Peyğəmbərlərin sonuncusu olan Muhammed sallallahu aleyhi və səlləmdir. Elə isə nəfsini hesaba çək ey qardaşım və sən bağışlanacaq əməlləri etdinmi bu ayda, Rəbbinə yönələrək ondan bol-bol istiğfar dilədinmi? Əgər diləmədinsə, Ramazan hələ bizimlə olan müsafirliyini tamamlamamış, otur və Rəbbindən istiğfar dilə. Həm günahların üçün bağışlanma dilə, həm də bu ayı qəflətdə keçirtdiyin üçün bağışlanma dilə. Həm günahların üçün ağla, həm də Allah Əzzə və Cəllə ilə olan ticarətində bu qədər xeyri qaçırtdığın üçün və böyük zərərə düşdüyün üçün ağla. Və dəyərli qardaşlarım, sizə xatırlatdığım bu sualları dilimə yerləşdirən Rəbbinizə həmd edin. Qardaş odur ki, sənə güzgü olsun və baxdığın zaman özünü görə biləsən. Və qardaş odur ki, sənə Rəbbini xatırlatsın, səni Rəbbinlə qorxutsun. Gecə olmadan bu son günlərdə itirdiyimiz faydaların arxasınca daha həvəslə düşək. Zərərlərimizin aradan qalxması üçün qani olan, Vahhab olan Allaha da çoxluca yalvaraq. Şeytan bizləri uzaq xəyallarla aldatmasın. Oturub beynində mücahid portreti cızan, xəyallara dalan qardaşım, bilsin ki, bugün, bu ayda rahatçılıq içində Allahın kitabını oxumağı öyrənmədinsə, hansı ki oxumaq üçün günə bir hərfdən daha az düşür, çətinlik içində də sən ixlaslı bir mücahid ola bilməzsən. Bugün din qardaşınla arada olan ən kiçik çəkişmədə nəfsinə dur deyə bilmirsənsə, Allah üçün Kəbədən daha dəyərli olan o müsəlman qəlbini qırırsansa, sabah əlindəki silahı öz din qardaşına doğruldacaqsan. Elə isə dəyərli qardaşlarım, böyük əməllərə uzaqlardan baxıb xəyallarla yaşamağınız sizi beləliklə
burnunuzun dibində olan və kiçik zənn edərək tərk etdiyiniz bu fəzilətli əməllərdən çəkindirməsin. Bu ay bizi tərk etmədən qırdığınız qəlblər üçün sahiblərindən halallıq alın. Ailələrinizə, qardaşlarınıza sözlərin ən gözəlini söyləyin. Onlara onları sevdiyinizi bildirin. Və vallahi ey müsəlman, Allahın sənə verdiyi bu qədər nemətin qədrini bilməsən, Allahın sənə verdiyi iman nemətinin, vaxtın, ailənin, sağlamlığın, qardaşlığın və istərsə də malın şükrünü etməsən ki, hər nemətin şükrü onun cinsindən olur, qardaşlığın şükrü qardaşını sevməklə, onun haqlarını ödəməklə, ona qarşı səbirli olmaqla, nəsihət edib nəsihətini dinləməklə olur. Eləcə də sağlamlığın şükrü, verilən vaxtın şükrü bunu Allah üçün sərf etməklə, ibadət üçün ayırmaqla olur, həmçinin Allahın verdiyi malın şükrü, ondan Allahın yolunda xərcləməklə olur. Əgər etməsən bil ki, Allah bu nemətini səndən alacaq və bu neməti onun ziddi ilə əvəz edəcək. Abu Hüreyrə radiyallahu anhudan rəvayət olunur ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini eşitmişdir. İsrail oğullarından biri albinos, biri keçəl, biri də kör olan 3 kişi var idi. Allah Teala onları imtihana çəkmək istədi və onların yanına bir mələk göndərdi. Mələk albinosun yanına gələrək, nə sənin üçün daha sevimlidir deyə soruşdu. O da, gözəl rəng, gözəl dəri və bir də insanların məndən iyrənmələrinə səbəb olan albinizmdən xilas olmağım deyə cavab verdi. Mələk əlini onun bədəninə çəkən kimi iyrənc xəstəliyi yox oldu və bədəninə gözəl rəng gəldi. Sonra mələk, hansı mal sənin üçün daha sevimlidir deyə soruşdu. O da, dəvə və ya inək deyə cavab verir. Eləcə də ona 10 aylıq boğaz dəvə verildi. Mələk ona, Allah sənə bunda bərəkət versin deyə xeyir dua verdi. Sonra bu minvalla keçəlin yanına gəlib, nə sənin üçün daha sevimlidir deyə soruşdu. O da, gözəl saç və insanların məndən iyrənmələrinə səbəb olan bu görünüşdən xilas olmağım deyə cavab verdi. Mələk əlini onun başına çəkən kimi eybəcər görünüşü yox oldu və başına gözəl saç gəldi. Sonra mələk, hansı mal sənin üçün daha sevimlidir deyə soruşdu. O da inək deyə cavab verdi və beləcə ona da boğaz inək verildi. Mələk ona da Allah sənə bunda bərəkət versin deyə xeyir dua edərək çıxıb getdi. Sonra körün yanına gəlib, nəyi daha çox istəyirsən deyə soruşdu. O da Allahın gözlərimi geri qaytarmasını və insanları görməyi deyə cavab verdi. Mələk əlini onun gözlərinə çəkən kimi Allah onun gözlərini qaytardı. Sonra mələk, hansı mal sənin üçün daha sevimlidir deyə soruşdu. O da qoyun deyə cavab verdi və beləcə də ona bir doğan qoyun verildi. Onlarla dəvə və inəkləri balalayıb artdı, bunun da qoyunu doğaraq çoxaldı və beləliklə birinin bir vadiyə yerləşəcək qədər dəvə sürüsü, o birinin bir vadi qədər naxırı, digərinin də bir vadi dolusu qoyun sürüsü oldu. Bir müddətdən sonra mələk albinosun xəstə vaxtındakı cildinə girərək onun yanına gəldi. Və mən miskin bir insanam, yolda qalmışam. Səfər üçün lazım olan qida və minik vasitələrim qurtarıb. Bugün gedəcəyim yerə yalnız öncə Allahın, sonra da sənin köməyinlə gedə bilərəm. Səni ant verirəm, sənə gözəl rəng, gözəl dəri və mal verənə. Yoluma davam etmək üçün minik vasitəsi olaraq mənə bir dəvə ver deyə ondan kömək istədi. Kişi, malımda haqqı olanlar çoxdur deyərək mələyə kömək etməkdən imtina etdi. Mələk ona, sanki mən səni tanıyıram. Sən insanların səndən iyrəndiyi kasıb albinos deyildinmi? Bütün bunları sənə Allah vermədimi dedi. O isə xeyr, bunlar mənə ata-babalarımdan miras qalıb deyərək öz keçmişini inkar etdi. Onda mələk, əgər yalan deyirsənsə, Allah səni əvvəlki vəziyyətinə qaytarsın deyə dua edib getdi. Sonra keçəlin keçəl vaxtındakı cildinə girərək onun yanına gəlib, albinosdan yardım istədiyi kimi ondan da yardım istədi. Lakin keçəl də ona albinos kimi kömək etməkdən imtina etdi. Mələk ona da, əgər yalan deyirsənsə Allah səni əvvəlki vəziyyətinə qaytarsın deyə dua edib getdi. Bu minvalla kör olan adamın cildinə girərək onun yanına gəldi və əvvəlkilərinə dediyi kimi ona da dedi. Mən miskin bir insanam, yolçuyam və yolda qalmışam. Bugün gedəcəyim yerə yalnız öncə Allahın, sonra da sənin köməyinlə gedə bilərəm. Sənə ant verirəm, sənə gözlərini qaytarana, yoluma davam etmək üçün mənə bir qoyun ver deyib yardım istədi. Kişi, mən bir kör kişi idim, Allah Teala mənim gözlərimi özümə qaytardı. İstədiyini götür, istədiyin də qoy qalsın.
And olsun Allah ki, bugün hər şeydən uca və böyük olan Allah üçün götürdüyün heç bir şeydə sənə mane olmayacağım dedi. Mələk ona, malını saxla, siz imtihana çəkildiniz və Allah Teala səndən razı oldu, iki dostuna isə qəzəbləndi dedi. Və bu, hər şeydə belədir dəyərli qardaşlar. Allah Əzə və Cəllə kimə nə verirsə onu onunla imtihan edir. Elə isə sizə verilən bu Ramazan ayının haqqını verin. Elə isə sizə verilən bu qardaşlıq nemətinin haqqını verin. Bir-birinizi sevin, bir-birinizə sözlərin ən gözəlini söyləyin və bir-birinizə qarşı səbirli olun. Xatırlayın ki, Əl-Bəsir olan Allah sizləri daima görür və şübhəsiz ki, o salih əməlləri zayi etməz. Allahdan diləyirəm ki, dünyanın harasında olmasından asılı olmayaraq, dilindən, dinindən, rəngindən asılı olmayaraq, bütün tövhid əhli qardaş və bacılarımızın günahlarını əff etsin. Allahdan diləyirəm ki, onları haqq dinində sabit etsin, onlar üçün dünya və axirətləri üçün faydalı olan rızıqlar nəsib etsin. Rəbbimdən diləyirəm ki, yer üzündə tövhidin yayılması üçün ixlasla çalışan, dili ilə, əli ilə, malı ilə cihad edən bütün mücahidləri Allah Əzə və Cəllə müzəffər etsin. Allah Əzə və Cəllə zindanlarda Allahın dini üçün əziyyət çəkən qardaş və bacılarımıza yardım etsin. Onları əsarətdən qurtarsın. Rəbbim bütün müsəlmanları tağutların şərrindən və onların zərərindən hifz etsin. Allahümmə əmin, Allahümmə əmin, Allahümmə əmin. Subhanəkə Allahümmə və bihamdik. Əşhədu ən la ilahə illə ənt. Əstəğfiruka və atubu ileyk.